3 kateqoriya üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi müəyyənləşir. Məsələ əmək pensiyaları haqda qanuna dəyişiklikdə əksini tapıb. Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında bu barədə danışılıb. Komitə iclasında həmçinin çoxuşaqlı ailələrlə bağlı məsələdə müzakirə mövzusu olub. Son illər təbii artımın aşağı düşməsi ilə əlaqədar olaraq çoxuşaqlı ailə anlayışının sayının aşağı salınması təklif olunub. 5 və daha çox uşağı olan şəxslərin, o cümlədən valideyn himayəsindən məhrum olmuş uşaqların da ailə üzvlüyünə götürülməsi, yəni övladlığa götürülməsi də daxil olmaqla onların 5 ildən tez pensiya çıxmasına imkanlar yaratdıq. Hipofizar nanizm, liliputluq və digər xəstəlikləri olan, o cümlədən mülki aviasiyada çalışan bir qrup insanların da güzəştli şərtlərlə pensiya çıxma imkanları yaradılmışdır. Bilirsiniz ki, Əmək Pensiyaları haqqında qanunun 20-ci maddəsində bir sıra imtiyazlı şəxslər var ki, onların da pensiyalarının ödənilməsində deməli, həm Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən, həm də dövlət büdcəsindən transferlər hesabına maliyyələşmə həyata keçirilir. Məhz bugünkü dəyişiklik də o kateqoriyanın genişləndirilməsi ilə əlaqədardır. Sosial sahədə, sosial həyatın bütün sahələrini əhatə edən son dövrlərin inqilabi dəyişikliklərinin eyni zamanda əmək pensiyalarına da dövlətimiz tərəfindən tətbiq edilməsinin bariz bir nümunəsini bir daha biz görürük burada və əmək pensiyalarının şamil edildiyi vaxtından əvvəl, deyək ki, yaş həddindən əvvəl pensiyaya çıxma arealının, çıxacaq şəxslərin arealının genişləndirilməsi də bir daha həqiqətən də həm mütərəqqi, həm də humanist bir addımdır.